Vallahi əziz qardaş, sən Allahın zikri üzərində olmasan, tövhid üzərində olmasan, Muhammed sallallahu aleyhi və səlləmin sünnətini yaşamasan, ailəndə yaşatmasan, Rəbbim sənə Quranda xəbər verir. وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ Kim mənim zikrimdən üz döndərsə, Allahın sözləridir, bizim deyil, atalarımız, babalarımız deməyib. Bəzilərin fikirləşdiyi kimi kimsə bizi formatlamır, belə şey yoxdur. Ayələrdir Quran-ı Kərimdə. Kim mənim zikrimdən üz döndərsə, güzaranı sıxıntılı olacaq. Çoxlu qazana bilərsən. Sənə böyük hörmət qoyan insanlar da olar. Lakin Allah deyir ki, sən rahat yaşamayacaqsan. وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ اَعْمَى Dünyada gördüyün o iki dənə gözü Allah da ki, kör eləyəcəm onu. Sonra sən də Allah'a sual verəcəksən. لِمَا حَشَرْتَنِ اَعْمَى Ey Rəbbim, nə üçün məni kör kimi gətirmişsən qiyamətə? وَقَدْ كُنْتُ بَصِيرًا Dünyada görürdüm. Bu iki gözüm görürdü. Allah'ın sənə verəcəyi cavab qəlbivə qorxu salsın. Bəlkə qorxub Allah Teala'dan bu kəslərdən olmamaq üçün Allah'ın zikrinə meyl eləyəsən. Allah Teala buyurur ki, كَذَٰلِكَ اَتَتْكَ آيَاتُنَا Eləcə də bizim ayələrimiz sənə gəldi. فَنَسِيتَهَا Sən onları unuttun. وَكَذَٰلِكَ الْيَوْمَ تُنْسَ Bugün sən unudulacaqsan. Bu cavab Allah korusun bizi bu cavabdan.